Mən son zəngimə getməmişdim. Yəqin ki, bir çoxlarınız düşünəcəksiniz ki, bəlkə də ailəsi icazə verməyib, amma xeyr. Əksinə ailəm demişdi ki, get, iştirak elə, digər şagirdlərdən geri qalma. Amma mən özüm getməmişdim, çünki bəzi müəllimlər məni məktəbdən iyrəndirmişdilər. Məsələn, bəziləri var idi ki, oturub hazırlıqda oğlanlarla birləşib, qızların arxasınca danışıb, deyirdilər ki, falan qız çirkindir, falan qız eybəcərdir, nə bilim, falan heyvana oxşuyur deyən müəllim var idi. Və yaxud da sırf onun hazırlığına getmədiyi üçün uşaqları incidən müəllim var idi. Bütün gün əxlaq dərsi keçib, daha sonra özünün haqqında pis məlumatlar çıxan müəllim var idi. Eyni zamanda uşaqları şantaj eləyən müəllim də var idi. Amma təbii ki, bizim çox gözəl və yaxşı müəllimlərimiz də var idi. Ki, inanın mənə, dərsini oxumadığım bir çox müəllimi mən daha çox sevirdim. Çünki özlərini hörmət eləyirdilər deyə. Onlara daha çox qanım qaynayırdı. Amma bəzi müəllimlər var idi ki, həqiqətən günümüzü qara eləyirdilər və bizim deyib güldüyümüz, əylənərək getdiyimiz məktəbi bizə zindan eləmişdilər. Düzdür, son zəngdə şagirdlərin bir çoxu iştirak eləmişdi. Amma inanın mənə, həmin gün evdə oturmaq və yaxud da hazırlığa getmək mənim üçün daha dəyərli idi. Soruşsaz ki, peşmansan? Yox. Yəni, valla peşman deyiləm. Bugün olsa yenə getmərəm. Yəni, əgər eyni məktəbdə oxusam yenə getmərəm. Sinif yoldaşlarımı çox istəyirdim. Bugün də əlaqələrim var. Amma yenə də nəsə istəmirdim məktəbə getməyə. Çünki bilmirəm, özümü rahat hiss eləmirdim artıq orada. Biraz da utanırdım ki, o qədər insan qarşısında necə oynayacağım. Bəlkə bacarmaram. Eyni zamanda qəbula çox az müddət hazırlaşırdım deyə, son bir neçə hazırlaşırdım deyə. Nəinki bir gün, bir saat belə mənim üçün çox önəmlidir. Çünki çox geridəydim. Mən bugün hətta korporativ tədbirlərdə belə iştirak edə bilmirəm. Çünki çox ürəyim sıxılır. Orada nə edəcəyimi bilmirəm. Yəni, oturub sadəcə gözləyirəm ki, bitsin və evə gedim. Mən demirəm ki, mən fərqli insanam, son zəng getməmişim deyə fərqliyəm. Yox, əksinə, mən istəyərdim ki, məktəbimi çox sevəyim və son zəngimdə iştirak edeyim. Və digər uşaqların da videoları çox xoşuma gəlir. Qarşıma çıxır son zənglə bağlı, onların rəqsləri, geyimləri o qədər gözəl görünürlər ki, baxmaqdan doymuram və insan kövrəlir, yəni istər-istəməz ki, artıq onlar yeni həyata qədəm qoyurlar, universitet həyatları gələcək. Hətta bundan sonra daha çətin olacaq onlar üçün bəzi şeylər, çünki artıq böyüyəcəklər, məsuliyyətləri də özlərinə bərabər böyüyəcək. Hamınız üçün inşallah xeyirli uğurlu olsun və ümid edirəm ki, ya universitet oxuyacaqsınız, ya da hansı bir peşəyə sahib olacaqsınız, fərqi yoxdur. Gələcəkdə olduğunuz yerdə o qədər xoşbəxt olasınız ki, geriyə dönüb kaş məktəb illəri olardı, kaş o günlərə qayıdardıq deməyəsiniz.